Gələcəyin umudu ucsuz-bucaqsız dağların qoynunda illərin sirlərinin, əcdadların xatirələrini və təbiətin ölməz gözəlliyini özündə cəmləşdirən Günəşli adlı kiçik bir kənd yerləşirdi. Bu kəndin dar daş yolları, hər küncündə nəsillərin səmimi dastanlarını, keçmişin dərslərini və gələcəyin ümid dolu sirlərini danışırdı. Hər səhər dağ zirvələrindən süzülən günəş şüaları, axan çayın sırıltısı, tarlalarda yetişən təzə meyvələrin və çiçəklərin təravətli qoxusu ilə kəndin hər küncünə yayılır, insanlara həyatın incə təzadlarını xatırlayırdı. Lakin bu kənddə gələcək yalnız sabahın doğuşu ilə ölçülmürdü. O, insanın qəlbindən, ailəsində və ənənələrində yaşayan sarsılmaz ümidin və arzuların təcəssümü idi. Kəndin hörmətli adamlarından biri olan Əli bəy, gənclərə həyatın sirlərini, keçmişin dərslərini və gələcəyin ümid dolu perspektivini öyrədirdi. O, hər axşam köhnə məclisdə toplanan insanlara həyatın hər anı bir dərsdir və hər dərs gələcəyin qurulmasında əsas daşıdır deyərək səmimi və dərin sözlər söyləyirdi. Əli bəy deyərdi, əziz övladlarım, unutmayın ki, həyatda əldə etdiyimiz maddi varlıqlar keçicidir. Əsl zənginlik qəlbimizdə, ailəmizdə, ənənələrimizdə və ümidlərimizdə yatır. Gələcək biz bu sarsılmaz dəyərləri qoruyub saxladıqca öz işığı ilə parıldayacaq. Bu sözlər arasında böyüyən gənc Səməd, kəndin dar küçələrindən evin qabağında oynayaraq axan çayın nəğməsində və tarlaların zəhmət dolu qoxusunda böyüdü. Səmədin uşaqlığı sevinc, məhəbbət və sarsılmaz ümidlərlə dolu idi. Onun anası Nigar xanım hər axşam otağın küncündə oturub, keçmişin ən gözəl dastanlarının, əcdadların sirlərini və sevginin əbədi gücünü eşidərdi. Evimiz həyatın ən qiymətli sərvətidir, deyərdi Nigar xanım, amma bu evin əsl dəyəri içimizdə daşıdığımız sarsılmaz ümid və sevgi ilə ölçülür. Gələcəyimizi qura bilmək üçün keçmişin dərslərindən öyrənmək lazımdır. Lakin zaman keçdikcə Səmədin içində böyük suallar doğmağa başladı. O, kəndin səmimi qapılarından, dar daş yollarından, ailəsinin və əcdadlarının öyrətdiyi ənənələrdən çox, uzaq diyarlarda, böyük şəhərlərdə və müasir dünyanın parlaq işıqlarında nələr var idi, onu da öyrənmək istədi. Gənc Səməd ailəsinə, kəndinə və ənənələrinə dərin bağlı qalaraq, eyni zamanda öz varlığını, ruhunun sərhədlərini kəşf etmək arzusu ilə böyük şəhərə getməyə qərar verdi. Şəhərin səs-küyü, parlaq neon işıqları və maddi zənginliklərlə dolu həyatı Səmədin gözündə ilk baxışdan cazibədar gəlsə də, o, qəlbində dərin bir boşluq və narahatlıq hiss etdi. Şəhərin soyuq reallığı, tələsik həyatı və insan münasibətlərindəki səthi duyğular, onun içindəki sarsılmaz ümidin və sevginin yerini doldura bilmirdi. Hər gün böyük bulvarlarda, dərin beton labirintlərdə dolaşarkən o, unudulmuş xatirələri, kəndin sakitliyini və ailəsinin, əcdadlarının ona öyrətdiyi sarsılmaz dəyərləri xatırlayırdı. Bu vəziyyət Səmədi dərin düşüncələrə daldırdı. O, anladı ki, gələcək yalnız parlaq neon işıqları və maddi varlıqlardan ibarət deyil, əsl gələcək, insanın qəlbindən, ailəsindən, ənənələrində və keçmişin öyrətdiyi sarsılmaz ümiddə yatır. O, şəhərin soyuq reallığından uzaqlaşaraq öz his dünyasına qayıtmaq, unudulmuş xatirələri yenidən canlandırmaq və kəndin səmimi evindən, əcdadlarının izi ilə yenidən doğulmaq qərarına gəldi. Səmədin qayıdışı, kəndin hər küncündə böyük sevinc və ümid doğurdu. O, Günəşli adlanan kəndin dar daş yollarında, hündür ağacların kölgəsində və axan çayın səsi arasında öz uşaqlığının səmimi xatirələrinin, ailəsinin sevgisini və əcdadlarının öyrətdiyi dərsləri bir daha canlandırdı. Kəndin yaşlıları Səmədi qucaqlayaraq, indi sən gələcəyin nə qədər parlaq olacağını, keçmişin dərslərini ürəyində daşıyaraq, bu evin, ailənin və kəndimizin sarsılmaz gücü ilə görəcəksənə dedilər. Kəndin gəncləri də Səmədin qayıdışından ilham alaraq, öz həyatlarında əsl gücün və mənəvi zənginliyin nə demək olduğunu öyrəndilər. Onlar hər gün keçmişin acı və şirin xatirələrinin, evin, ailənin və ənənələrin sarsılmaz dəyərlərini düşünərək, gələcəyin inam dolu səhərlərini qura bilmək üçün çalışırdılar. Hər kəs gələcəyin umudu adlandırılan bu yeni ruhla həyatın hər anını sevgi, mərhəmət və sarsılmaz inamla qarşılayırdı. Günlər illərlə davam edərkən Səməd kəndin hər küncündə, hər divarında və hər pəncərəsində keçmişin öyrətdiyi sarsılmaz gücü, ailəsinin və əcdadlarının dəyərlərini hiss edirdi. O, tarlalarda, meşələrdə və axan çayın kənarında işləyərkən hər damla terin, hər ağrılı anın və hər qaranlıq gecənin ardınca doğan parlaq sabahın sirlərini öyrənirdi. Hər bir iş, hər bir kəs ona göstərirdi ki, gələcək yalnız sabahın doğuşu ilə ölçülmür, o, keçmişlə gələcəyin, kədərin və sevincin, narahatlığın və ümidin bir araya gəldiyi dərin bir səyahətdir. Bir axşam, kəndin köhnə məclis evində toplanan insanlar səmimi və dərin söhbətlər aparırdılar.
Hər kəs keçmişin acı dərslərini, sevincləri və uğursuzluqları xatırlayır, amma eyni zamanda gələcəyin parlaq ümidini, sevginin və mərhəmətin sarsılmaz gücünü ürəklərində daşıyırdı. Səməd o məclisdə sakit və düşündürücü bir səs tonu ilə gənclərə müraciət etdi. Əziz dostlar, həyatın hər bir anı, hər bir dərsi bizə gələcəyin nə qədər qiymətli olduğunu göstərir. Şəhərin parlaq işıqları altında əldə etdiyim maddi zənginlik mənə əslində boşluq, qaranlıq və narahatlıq gətirdi. Ancaq bu kəndin, ailəmizin və ənənələrimizin dərinliyi, keçmişimizin sarsılmaz dəyərləri mənə öyrətdi ki, əsl güc qəlbdə, ruhda və ən əsası gələcəyin inamında yatır. Hər itki, hər acı, hər kədər bizi daha da gücləndirir və gələcəyin parlaq səhərlərini qurmağa kömək edir. Biz, keçmişin dərslərini ürəyimizdə daşıdıqca, gələcək də bizə ümid və sevgi ilə gülümsəyəcək. Bu sözlər məclisdə toplanan hər kəsin qəlbində dərin izlər buraxdı. Kəndin gəncləri Səmədin bu səmimi çıxışından ilham alaraq öz həyatlarında gələcək üçün daha möhkəm addımlar atmağa başladılar. Onlar keçmişin acı xatirələrini, uğursuzluqları və narahatlıqları unutmadan, lakin onlardan öyrənərək ürəklərində sarsılmaz inam və sevgi işığını yanır, gələcəyin parlaq səhərlərini qura bilmək üçün çalışırdılar. İllər keçdikcə Günəşliyə kəndinin hər küncündə, dar daş yollarında, axan çayın şırıltısında və evlərin pəncərələrindən içəri süzülən günəş şüalarında keçmişin dərin xatirələri və gələcəyin parlaq ümidləri öz əksini tapdı. Hər ev, hər ailə keçmişin, indinin və gələcəyin dərin mənalarını bir araya gətirən, sarsılmaz bağlılıq və sevgi ilə dolu bir yuvaya çevrildi. Ailə insanın ruhunda yaşayan ən böyük zənginlik idi. O, yalnız daş və kərpicdən ibarət tikili deyil, qəlbdə, xatirələrdə və sarsılmaz ümidin, sevginin təcəssümü idi. Beləliklə, gələcəyin umudu adını verdiyimiz bu dastan Tolstoyun geniş ürəklə yazdığı kimi, insanın zəifliklərini aşan, keçmişin acı dərslərini gələcək üçün parlaq ümidlərlə əvəz edən ailənin, ənənələrin və dərin mənəvi zənginliyin təcəssümü olaraq nəsillərin qəlbində, hər evin divarında və kəndin dar daş yollarında əbədi olaraq yaşadı. Hər kəs bu hekayəni ürəklərində daşıyaraq həyatın hər anının, acı ilə şirin, kədər ilə sevincin, narahatlıq ilə ümidin, sarsılmaz inam və sevgi ilə qarşılamağı öyrəndi. Beləliklə, gələcək yalnız sabahın doğuşu deyil, həm də keçmişin dərslərindən alınan, ailə və ənənələrin sarsılmaz gücü ilə qurulan bir ümid, bir işıq idi. Xıdırabadın sakinləri hər axşam gün batarkən dağların zirvələrindən süzülən o altın şüalar altında, evlərinin pəncərələrində və meşələrin sükut dolu kölgəsində gələcəyin umudunu, keçmişin xatirələrini və insan ruhunun sarsılmaz gücünü hiss edərək həyat yolunda möhkəm addımlar atdılar. Hər bir nəfəs, hər bir addım, hər bir an onlara öyrətdi ki, əsl güc, sevgi, mərhəmət, bağlılıq və sarsılmaz inam, maddi varlıqlardan çox qəlbdə və ürəkdə yaşar. Beləliklə, gələcəyin umudu adını verdiyimiz bu hekayə insanın keçmişlə gələcəyi birləşdirən, hər çətinliyin arxasında doğan yeni ümid və sevgi işığını ortaya çıxaran, sarsılmaz mənəvi zənginlik və inamın təcəssümü kimi nəsillərin qəlbində, hər evin divarında və kəndin dar daş yollarında əbədi olaraq yaşadı. Hər kəs bu dastanı ürəklərində daşıyaraq gələcəyin parlaq səhərlərini, keçmişin dərslərini və sarsılmaz sevginin dərin işığını gələcək nəsillərə miras qoydu. Beləliklə, kəndin hər küncündə, hər divarda və hər qəlbdə gələcəyin umudu, əsl güc, sevgi və inamın simvolu, sarsılmaz olaraq yaşadığı keçmişin acı dərsləri ilə gələcəyin parlaq ümidləri arasında, insan ruhunun dərinliyində əbədi bir işıq kimi nəsillərin ömrünə dərin izlər buraxdı.